Data science odur ki, eyni datalarla işləyir. Amma data scientist daha qabaqcıl statistik modellər və süni intellekt texnologiyaları istifadə edir ki, daha qəliz qanunardıcılıqları tapsın sizin şirkətdə və daha yaxşı gələcək olan data üzrə daha gələcək belə deyim proqnozları daha yaxşı versin. Məsələn, tutaq ki, data science, məsələn, YouTube-a daxil olursunuz, düzdürmü? Sizin baxdığınız videolarda, izlədiyiniz, neçə dəqiqə baxmısınız, hansı uzunluqda videolara baxmısınız, hansı kateqoriyada, bunlar özü datada yığılır. Və data science tərəfi odur ki, bunları analiz eləməklə süni intellekt texnologiyaları, maşın learning texnologiyalarından istifadə eləməklə sizin zövqünüzə ən uyğun videoları, rekomendasiyalara çıxardır. Yəni sadəcə recommendation sistemlər. Yəni başa düşə bilərsiniz ki, bu artıq data science hissəsidir. Bəs yaxşı, ən vacib sual. Data science özü nədən ibarətdir? Data science özü nədən ibarətdir? Tətbiqi riyaziyyat və machine learning əsas. Yaxşı, tətbiqi riyaziyyat konkret olaraq nəyə nəzərdə tutursan? Tətbiqi riyaziyyat deyim, ehtimal nəzəriyyəsi, statistika, xətti cəbir, kalkulus, yəni differensial təhlillər, sonra deyəlim vektor algebra və s. Bunlar tətbiqi riyaziyyatdır.